Bizim də bir fəxrimiz var, Elvin Cəfərquliyevdir. Kim hər nə qədər ona tənqidə yanaşsa da, amma futbol oyunu anlamında Elvin Cəfərquliyevin elədiyi bir Azərbaycanlı kimi bizə fəxarət hissi yaradır. Yəni adam oyunda da oldu, bir epizod götürdü, topu daşıdı, aldı, verdi, girdi cərməyə, kaş ötürməklərdi. Niyə Zubirə verdi, onu ver vursun, niyə vermədi? Sən o əvvəli 5 idi hücumun, sonu 2 oldu da. Yəni, amma həqiqətən indi biz sonluğa baxıb danışırıq, amma Chelsea ilə oyunda bir cinah müdafiəçisinin topu o güclə, o intensivliklə gətirib o zona qədər daşıması bu elə-belə bir şey deyil. Və dəfələrlə gördük ki, Elvin Cəfərquliyev rəqibdən çəkib, bəlkə də onun o biveç xarakterindən də irəli gəlir. Elə futbolçular oldu da, həmişə Əfran haqqında deyirdilər ki, rəqibi vecinə almır, rahatdır. Yəni futbolçu var, o həyəcan onu basar, biraz qorxar, biraz çəkinər, ürəkləməz, cəsarət eləməz, stresə girər, o stresdən top itkilərinə yol verər. Elvin bu baxımdan elə bil ki, öz dünyasında yaşayan adamdır, qorxmur, çəkinmir, istəyir Chelsea olsun, istəyir Real. Əgər hiss elədirsə, o güc bugün onda varsa, əgər oyunun ruhuna düşə bilibsə, görürsən, qorxmadan, çəkinmədən bu bir epizoddan danışır. Dəfələrlə Elvin Cəfərquliyev birinci hissədə çox hücumlar elədi. Fərq nə oldu? Məsələn, Matheus Silva gücünü 90 dəqiqəyə daşıya bildi, Elvin yox.